Bəli, gəzmişəm, dolanmışam, qatarla, qatara minmişəm. Ancaq birində də qatar düdüyün yadıma düşdü. Gündən bir gün gedirdim qatarla SV'də. Gecə gördüm ki, dağılmaq istəyir bu vagon. Ağa Səlimlə gedirik. Ağa Səlim də yatıb. Söz ustası, meyxana ustası. Durğuzum Ağa Səlimi ki, bizim mindiyimiz deyərsən bu poyuz bıraxdı ya da, dağılır. Bu da yuxulu mənədir ki, başı qoyu yerə yatıb, vagonu sürən özü duraqdı. Bilən ki, bilən ki, yaxvalıq olur. Gündən bir günü Masalı tərəfə toy danışmışam, toya gidirik. Dedim, Səlyanda o çıxacaqda Qızılgül var, bir iskan çay içək də, yata həmi vətəndir, orada bir çay içək. Dayandıq elə 3 dəyə maşındır dayanmış o. Doğrudan sağ olsunlar, varina, qənd, nə bilim, kamper, o Səlyan nobatları olur, pişirirlər belə, satırlar ona. Onunla da gətirirlər, qoyurlar belə, qəşək. Şuralar kimi rəy istəyir, qənlə içən, varina ilə içən. Götürdüm, mən də bir də bu nobatdan attım ağzıma, stəkanı götürdüm ki, biskan içimdə çay. Elə bir qurtum içəndə işlədim də nobatı. Gördüm, buradan içərdən incitdi nəsə. Demə, kəsdi nədir bu? Bura, bu nobat olabsın kəsir də. Çox üzr istəyirəm, belə tüfürdüm ki, görüm qanamadı. Gördüm, bir də arı çobalayır. Arı, olmuş əhvalatdır. Arı girib o nomatın içərisinə, mən kişləyəndə mənə buradan sancıldı. Vay, faciyə başlayıb. Biz də toya gedirik. Dilara şorzad qoyğunan ki, şişməsin. Belə suara çatanda gördüm, yox, bu tərəfimi şişib. Toya gedirik, nətər olacaq. Cəllavada çatanda güzgirəm, maşında baxıram, buyam şişiblər. Uşağa deyirəm, nağarəssən. Saxladım mağazin qabağında. Deməli, dekan düşəşə oradan yarım kilo konfet al. Gecə əriyən konfet olsun. Yarım kilo oradan konfet al. Konfeti aldırdım, toy yerinə çatanda birini soydum, attım ağzıma, keçirtdim sağ tərəfə. Belənci. Belənci. Kim yerə toy yəsi yad, analar, bacılar, qardaşlar, hamı xoş gəlmişsiniz, hamı deyir ki, Əsən müəllim, həmişələ səhə belə yaxşı görək, maşallah, yaxşı. Pakvat elədim, yəni bilmədilər, ancaq sir gəldim ki, arı vurub bu yanda da. Arada əridikcə birini soyurdum, atırdım ağzıma, miqurlov qəliyirdim də, belə yola verdim. Aslan müəllim, Bəlin Şirin, ümumiyyətlə, elə maşınımızla gedəndə, yəni başımıza nə əhvalatlar gəlib? Yəni maşınla uzun yox. Yadıma saldım. O vaxtları Mercedesi Azərbaycanda məndə olub da, 80-cı ildə almışam. Gəncə toylarına çox tez-tez gedərdim. Dostlarım var orada, indi də var. Dünyasını dəyişən Allah rəhmət etsin. Mən orada yola salanda görürsən, 2 günlüyə gedirdim. Bir həftə saxlayırdılar məni. Biri nə bilim yığıncaq əlirdi. Belə filan Mercedes-dəki Zampino nüşə, pərdəli, qırğın, konsener içərisində. Mən də o vaxtı yadımda olar, çingilməliyim, ağ kostyum geyinərdim. İndi bunlar, dostlar, mənə yola salırlar təmtəraqla, Gəncənin çıxacağında, kapot üstündə, onda mən vuran vaxtlarım idi. Kapot üstündə 5-5 vururuq, kanyaqdan, araqdan, zatdan, vururam da, hamız bilirik, vururum. Bunlar yola saldılar mənə. Mən də doğrudan yolda elə dayanmış maşın olar, xarab olmuş, məlumatım olduğuna görə saxlayıb köməklik eləyənəm və yaxud trasda daş parçası olsa, dəmir parçası olsa götürüb atıram kənara ki, kiməsə xəta törətməsin. Bir də Zaporojil Ağdaş ərazisində xarab olub, axşam üstüsünə yaxın. Bu buksuru da bağlayıb, vəkiyəcə 4 kilometr buksur lazımdır buna. Bu başqa maşına zəng əl-əliyib, belə saxlatdırmağa. Mən elə başa düşmüşəm ki, mənə deyir də, saxla. Mən də verib qabağında saxlamışam. Nə lazımdır? Mənə ləkiyəcə buksur. Buksurum var. Bu qoçağım bağlayar Mercedesin dalına bu, Zaporojini. Sür. Mən də halım yaxşı. Bağajda bir şopul, muska oxuyur, gözümdə askı gəlirəm. Mercedes, təzə bardağın suyu sərin olar axı. Mercedeslə gəlirəm.
ürəyimdə danışıram, bir anda Aslan müəllim, indi muska. bagajda pul yoxdur, hə? Ha? Bagajda indi pul yoxdur. O dövrlər idi. İndi yoxdur, hə? Yox, indi yoxdur. Allah eləsin olsun 3-cü ildən inşallah. Olar inşallah. İnşallah. Olsa da elə aparıram o bağa qoyuram hamısını, o bağı xalq üçün ki, o bağ salmışam, nəçi tikdirmişəm. Sağ olun, qismət, bilirəm Sağ ol, bəli. xalq üçün. Aha. Mən də gəlirəm, birdən siqnal səsi eşitdim, düt. Mən elə başa düşdüm ki, bu kaset, kalovka kirlidir, səs oradan gəlir. Xodunu aldım, gördüm, yox ya, siqnal səsi gəlir. O qabaqdan maşın zadı gəlmir. Elə bir mənə dedilər ki, bir yan güzgəyə baxdı, arxada pərdədir, görkənmir arxa içərdən. Yan güzgəyə baxanda gördüm bir də Zaporoji keçirməyə ona. Baxdım spidometrə, 100 gəllənmə, nətər olur bu mənə keçir. Ayağımı qoydum qaza. Götürüldüm, öz qəlbimdə dedim ki, ta bu yaddan çıxdı da, qaldı arxada. Gələ muskaya qulaqsın, gəl gördüm siqnal səsi gəlir. Gəl belə böyrə baxanda gördüm, yox, böyrdə duje. Bu keçir məni. Əşi bu nə oldu? Ayağımı qoydum qaza, götürüldüm. Kürdəmirə az qalmış gördüm, yox, mən də biraz ayrılmışam da, o vurmuşdum axı, Gördüm, bu siqnal səsi götürüb, saxladım, dedim, qardaşım, nə girincəm sən, keç get, dedi, daha ölmüşəm mən. Mən hara gətirmişəm, mən sənin üç gətirirəm. Dedi, mən buksurdayam da. Dedim, nə buksurda? Dedim, nə buksurda? Deyirə, bə ağdaşda mən ləkəyəcəksən gətirməlidir, gətirib çıxarmışsan kürdəmdə. Dedim, mən yadımdan çıxmışsan, qardaş, sən, mən nə bilməmişəm. Belə əhvalat olur, Gündən birini gedmişim Moskvaya, dostlarla, getdik restorana çörək yeməyə. Deyirlər, zakazı sən ver. Dedim, mən Rusca bilmirəm, mən nə tər verəcəm? Yox, sən verməyəcəm. Dedim, şotu mən verirəm, zakazı siz verin, nə ürək siz gətizirin. Dedi, yox, zakazı sən verməyəcəm. Qaldım belə nağarım, dedim, az idi suda, что хорошо кушать есть. Baxdım əvvəlcə, dedim, menüyü utan da, dedim, ya menüyü не знаешь da, скажи da, что хорошо кушать есть. Bu qayıtdı işi, Jarko, Bivişdin, nə bilim... Nə deyib, Jarko, nə? Jarko, Bivişdin... Sıbxarço, nəm dovğa, Səlyanka... Ya dalıma, dolma deyirlər. Səlyanka eşidən kimi, dedim, eydik, mənə tanıdı da bu Səlyanın olmağımı. Bir də gördüm bu gülür. Dedim, ne oğlum, ne şükürürsən? Dedim, Səlyanka yemək adıdır. Dedim, mən sizə dedim də, mənə demində zakas verməyi. Məsələn, o çox gezməsəydi sizdə, heç bilməzdiniz ki, bu Səlyanka yemək adı da. Bəli. Ona görə orada örgənmişsiniz demək. Bəli. Aslan müəllim, heç adam sizdən ayrılmaq istəmir. Bax, bu çox gezəndə həmişə qarmon yanınızda olub, yoxsa yox? Bəli, bu mən... Sənət əsərimdə? Bəli, mən buna nəfəs allam da bu qarmonla. Bu qarmon mənə yaşadım. Aslan İlyasov Əli, bütün hər yerə, cahana bu qarmon. Həmişə bu qarmonu fitriyardan götürəndə öpürəm bu qarmonu. Aslan müəllim, madəm ki, söhbət qarmondan düşdü, elə özünüz buradasınız. Bəli. Sizə səhərə qədər adam qulaq asa bilər, eşitmək istəyər sizi. İstəyirəm, bir qəşəng ifa eləyəsiniz. Mənim də zərbim var, balaca bir zərbim var. Laf yaxşı, laf yaxşı. Gəlim oturum yanında, sonra boş günlərim var. Deyəcəm, yazdırarsan mənə. 35-i 36-sı boşdur, ha? 35-i 36-sı, yox, zanetəm, 39-u boşa. İndi xoşum gəlsə, 35-i 36-sı bir də yaxın yaxdı var, gedərik. Gedəyik də. Gəldim ya. Bir dərə getdi ki.
Aslan müəllimə. Aslan müəllim, çox sağ ol. Yadıma düşdü, zümzümə elədin. O kisel məsələsi yadındadır. Hə, bax. Yadıma salın. Mən gəzib dolanmışam, bütün hər yeri. Neçalan kəndi var idi, ta indi yoxdur. Bala dənizlə Böyük dəniz birləşib, o kəndi köçürdüblər də. Kurkasa Jarski. Hamısı da balıqçıdır, hamısının maskleti var. Balıqçıdırlar da. Yay vaxtı, gecə saat 11-in yarısında, 11-də batıraqı gün. Onlar dənizdən çıxınca olur 11, paltarın dəşinin 12-in yarısı. 12-də toy başlayır gecə, 11-də. Səhər 6-da, 7-də qutarır toy orada. Bu pakt olan şeydir. Hə, orada toyduyam, adımı da yazıb dəvətnaməyə asılan iştirakı ilə. İğnat üçün yerə düşməz. Millət köçüb yerindən. Bütün Həsənabad, Oriyad, Tres, Bankə, hamısı maşınlarla gəliblər ki, asılan orada toydadır. Mən də həmişə qarmon çalanda gözümü yumuram. O vuran vaxtlarımdır, gözümü yumuram. Ləzzətli çalıram. Saat 2-dir. Toy gedir. Bir də gördüm bir əl dəydi buradan beləmə. Belə baxadım, gördüm cavan oğlandı. Dedi, Əslam mənim, nə lazımdır gətirək bura? Nə lazımdır? Axı çala-çala danışmaq mümkündür.